Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, tarix boyu ingilislərin dünya ölkələrində qurduğu senar, siyasət, parçalama, mənimsəmə, işğalçı siyasəti dünya ölkələrində vətəndaşların içində də toxum səfəri və mənimsəyibdir. Dünya ölkələrində demək olar ki, savadlı, bilikli insanlara hər dövlət öz vətəndaşına sahib çıxmayanda, ingilislər həmin bilikli insanları, inqilabçı insanları, ixtiraçı insanları ələ keçirtməyə və onları maliyyələşdirməyə sahiblənərək və onlardan istifadə edir. Ona görə ki, deyirlər ki, Qərbin qurduğu siyasət, Qərbin qurduğu oyun, Qərbin etdiyi əməllər dünyada analoq olmayandır. Bəli, Qərb dahi insanları ələ keçirtməyi bacarır, dahi insanları mənimsəməyi və onların beynindən istifadə etməyi bacarır. Belə deyək, bir dahi Azərbaycan vətəndaşı bugün öz elmini və ixtirasını, alimlik dərəcəsini ortaya qoyanda, ona kimsə sahib çıxmayanda, misal üçün Azərbaycanda ilk dəfə Azərbaycan vətəndaşı dron haqqında fikirləşdi və dronu ixtira etməsi üçün maliyyələşdirən olmadı. Bugün dron Türkiyədə, Çində və İranda, çox ölkələrdə böyük rol oynayır. İsrailin özündə də. Bu dronları yaradan insan beyin məhsuludur. Hal-hazırda 1000 illiklərdir ki, tarix boyu insan ənənəsində və qədim zamanlardan bugünkü müasir dövrə 21-ci əsrə kimi insan beyni inkişaf etməkdədir. Daha da dərindir. İnsan beyni daha dərinliklərə və dünyanın daha da qaranlıqdan işığa çıxartma gücündədir. Bəli, dünya insanlarında dahilər, alimlər çoxdur. Əgər bir ölkənin vətəndaşı dünya ölkələrində həmin vətəndaşa sahib çıxmayanda, həmin vətəndaşın beynində olan və yaxud da siyasətçidir, ya alimdir, yəni öz beyin məhsulunu millətə, xalqa çatdırmayanda və onları xalq üçün etməyəndə həmin insanların beyin enerjisində çölə çıxmamasından partlamasına səbəb ola bilər. Yəni, insan beynində dahi insanlar danışmasa, dahi insanlar informasiyanı ötürməsə, dünyaya, bəşəriyyət, kainata yaymasa, həmin insanlar öz ixtirasını üzə çıxartmasa, həmin insanlar öz-özünə beyin enerjisindən partlayıb və ikiyə bölünə bilər. Onun üçün dahi insanlar özünə yer tapa bilmir və onu maliyyələşdirə bilməyəndə, ona kim sahib çıxanda və gedir öz beyin məhsulunu ixtira edir. Məsələn, Salman, Azərbaycanlı, kökənli, Mütləzadə, çoxlarıdır, saymaqla bitməz. Azərbaycanın dahi alimləri, tarix boyu türk kökənlilər Pakistanda, Hindistanda, İsraildə, Rusiyada, Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Fransada, Almaniyada bu dahi insanların ixtirası, telefonun özünün ixtirası həmin insanlara sahib çıxmayanda, öz ölkəsində istədiyi materialları əldə edə bilməyəndə, həmin ölkələrdən yaxşı şərait olduğu üçün oraya üst tutur. Bəzən deyirlər satılıb, bəzən deyirlər ki, məsələn, İskəndər silahları Azərbaycanlı kökənli düzəltməsəydi və bizə də Rusiya onu atmazdı. Təbii, amma ki, o insan satılma yox, beynin inkişaf etdirməsi üçün ona dəstək olmur. Onun üçün maraqlı deyil, hansı ölkədədir. Əsas ona məqsəd öz beyninin məhsulunu çölə çıxartmaqdır. Əgər o beyninin məhsulunu çölə çıxartmasa, dünya ölkələrində demək olar ki, yəni elə insanların öz-özünə beyin qan sızılmasında partlayaraq enerjinin nəticəsində ölər. O insanlar ya danışmalıdır, beynin boşaltmalıdır, danışmasa da onlar bütün gün 24 saat ərzində dünya haqqında, bəşəriyyət, təbiət və yer altı demək olar ki, 10 minlik belə deyək, tarixin izlərinə baxanda 10 min illikinin tarixində sürülən proseslərdə və 40 min illərə baxanda, götürəndə və eraya baxanda insanların etdiyi əməllər, törətdiyi hadisələr və ya da yaşam tərzi üçün insan beyin məhsuluna bugünkü müasir avadanlığa, soyuq silahların və alovlu, ateşli silahların üzə çıxması, gəmilərin suda batmamasına və istənilən, yəni belə deyək,
layihələrin üzə çıxartmasında, insan əməyinin düzgün informasiya və dəstəklənməsində və tarixin öz şəraitinə əsasən üzə çıxmasına səbəb malik olurdu. Məsələn, bir dahi insan öz, yəni 10.000 metrə dərinliyində yerin altında resursları görürsə, əgər o resurslarda bütün qazların, neftin, dəmirin və yanar dağların, belə deyə qaynayan bir dəmirin, qazın, platinin, uranın və yaxud da yaşıl, sarı, qırmızı və mayələrin olmasında, əsasən də civə formasında olma, yerin 10 minlik dərinliyində altında olan sarı, belə deyə toz formasında olan materialların qazlanma zəhərli maddələrin reaksiyasında əsasən də gələcəkdə yer üzündə böyük fəlakətə çevrilməsində dünya xəritəsi birləşə də bilər, ayrıla da bilər. Bunu görən insanlar bugün beyin məhsulunu ortaya qoymayanda, təbii ki, ona hansı ölkədə şərait varsa və dünyanın və sizin necə səviyyədə, necə olduğunu, öz alimlik dərəcəsini həm də bürüzə verməsinə səbəb olurdu. Əziz və dəyərli soydaşlarım və xalqım, bugünkü, məsələn, İngilislərin qurduğu Amerika Birləşmiş Ştatları və tarix boyu nəzərə salsanız Vyetnamda, ərəb ölkələrində və istənilən siyasi proseslərində, Çinə qarşı Tayvanda və Hindistanda, Rusiyada, Azərbaycanda, Azərbaycanın tarixi torpaqlarında, Pakistanda, Əfqanistanda, İranda, bugün dünya coğrafiyasına baxanda öz siyasi dərinliklərini və gələcək minilliklər düşünüb bu prosesi aparanda fikirləşmə olur ki, bu alimlik dərəcəsini. Əsasən də əgər yer üzündə yad planet bir mövzu, bir söz varsa, yad planet insanların özüdür. Əsasən yad planetin qurucusu, belə deyək, yaradıcısı insanlar özüdür. Amma həqiqətən də yad planet varsa, həmin yad planet Amerika Birləşmiş Ştatları uzun illərdir trilyonlar, milyardlar, milyonlar pul xərclərə yad planetdən özlərinə və insan əldə etməsinə sahib olubdur. Hətta belə deyilir ki, Amerika Birləşmiş Ştatlarında gizli yad planetlərin və şəbəkəsinin olduğunu, Amerika Birləşmiş Ştatları onları ələ keçirməsində nail olub və onlardan törəyən insanlar da yaradıblar. Hətta Amerikadan çoxlu insanların və yad planetə göndərilib onların cinsi yollarına və törəyən yer üzünə və planetdə gələcəkdə, tarixdə insanların yaşayışı üçün formalaşmasında trilyonlarla pul xərcləyib. Və bu gün də Amerika Birləşmiş Ştatlarının demək olar ki, uzaylardan gələn və skretli, məhvi olaraq planetin öz siyasi dərin və İngilis dilində təlimlənmə və amma beyni dərin inkişaf etmiş 10 min illikləri görən bir yad planet cisimlərin və onların Amerika Birləşmiş Ştatlarını da idarə etməsində bir mövzu vardır. Təbii ki, bugün Amerika Birləşmiş Ştatlarında yad planetin cisimlərin idarə etmə sistemi olarsa, təbii ki, o dünya yer üzündə, belə bəşəriyyətdə, kainatda günəş tək onların enerjinin yaratmasına səbəb ola bilər. Yəni, yer kürəsində enerji itməsində onlar böyük bir yaşıl işıq adası altında dünya üzərində enerjini ötürmə gücünə sahib ola bilər. Bir göz qırpımında insanları dünyanın bu başından o başına, dünya, yəni globus formasında olan dünyanı və düzənlik olan dünyanı və sona çatdırılmayıb və axıra kimi bu dünyanı görməyən insanlardır və bir göz qırpımında həmin dünyanın sonuna gedib qayıtmasından, şərait yaratmasında yad cisimlərin öz fəaliyyətində və doğrulmasında mümkün qədərdə demək olar ki, əsasən də tarixin sirlərində həmin mövqedə iştirak etməsinə, böyük malik olmasına, sahib olmasına, dəyərləndirməsinə, çox sürətli getməsinə səbəb ola bilər. Dəyərli soydaşlarım, həqiqətən də yad planetlərin, yad cisimlərin dünya ölkələrində bu qədər istiləşmənin, quraqlıqların, böyük faciələrin və meşələrin, ağacların, toxumlarının da əldə etməsi və yer üzündə insanların, yeni insanların yaradılmasında, yeni dünya yaradılmasında fikirləşdiyim bu cür xəstəliklərin səbəbində yad planetlərin, cisimlərin də bir əli ola bilər. Çünki onların yer üzərinə gələrkən qitənin əsasən də düşməsində və gizli məxfi olaraq da Amerika Birləşmiş Ştatlarında da, Yaponiyada da yerləşməsində nail ola bilər. Əsasən maliyyələşdirən Amerika Birləşmiş Ştatları bugünkü Ərəb Liqasına baxanda siyasətdə və onları işğal etməsində, Rusiyanı, Ukraynanı, Venezuelanı Rusiyanın əlindən çıxartması və çox ölkələrdə böyük
İngilislərin qurduğu siyasətin və öz beyin məhsullarının ortaya qoymasında bugün düşünəndə ki, həqiqətən bunlar bu formada istiqamətə gedirsə, deməli burada yad cisimlərin bir şəbəkə qolu vardı. Əgər yad cisimlərin şəbəkə qolu olmasaydı, yer üzərindəki resursları əldə etmək, insanları ot bitkisi görmək, insanların genin dəyişib, yeni insanların yaradılmasında deməli məqsəd yönlü fikir və burada yad cisimlərin öz əli və öz fikri istedadları vardı. Yəqin ki, onların bildiyi nəsə dərin və nəyəsə sahib olduqlarına, malik olduqlarını bilir və dünyanın nələr baş verəcəyini, dünya ölkələrdə quraqlıqların və yaxud da günəşin partlanmasında, zəhərli maddələrin yerə enməsi, şüalanmasında, təbii fəlakətlərin baş verməsində Amerika Birləşmiş Ştatlarında olan yad cisimlərin məlumatlandırdığı üçün bu boyda savaşlar yer üzündə gedir insanları azaltmaq üçün və onlar öz məhsulunu yer üzünə gətirmə. Dediyim kimi, biraz öncə dediyim kimi, yəni yad cisimlərin yer üzündə enerjini verməsi, yaşıllıqların yaradılması, istədiyi qitədə, coğrafiyada, belə deyək, okean yaratması, məsələn, buzlu okeanın yerin dəyişməsində, böyük düşüncəyə sahib olmasında, malik olmasında, atmosferin, okeanın və oksigenin qorunmasında, deyək ki, dəyişiklik yeri üzərində fırlanmasında yox. İnsanların yeni dünyasının yaradılması və yeni coğrafiyada yeni dənizlərin yaradılması, yeni meşə zolaqların yaradılmasında və insan yaşayışı üçün səmada şüşələrdən ev olması və yerin altında dərinliklərdə bu cür tarixə sığmayan və düşünmədiyimiz qədər də inkişaf etməsində daha da görmədiyimiz və fikirləşmədiyimiz, bilmədiyimiz sistemi qurmağa yad cisimlərin bəlkə də istedadı, fikri, başqa məqsədli və fikirli öz xeyirlərinə daşıyır. Ola bilsin ki, yad cisimlər ikiyə dünyanı bölüb, bir tərəfində yad cisimlərin yaşayışı, bir tərəfdə insanları qohumluq əlaqəsi yaradaraq bu dünyada enerjini əsasən sürətlənməsinə, dünya coğrafiyasında əsasən dünya ölkələrin enerji ehtiyacı asıllığında, qidanın asıllığında yad cisimlərin belə deyək iki dünya yaradılmasına səbəb ola bilər. Yəni alimlər dərəcəsi dünyası var. Həmin alimlər dərəcəsi olan ölkəyə girmək qatı qadağan olmuş ola bilər və onların göndərdiyi mallardan hər bir insan asılı olaraq istifadə etməsinə malik ola bilər. Yəni yad cisimlərin iki dünya yaratdı. Bir dünyada insanların yaşayışı topalandı, bir yerə onlara enerjini verdi. Bir tərəfində ikinci dünyada yad cisimlərin yaşanmasında. Yəni yad cisimlər istədiyi vaxtı həmin birinci dünya insanlarına istədiyi enerjini verə bilər, qidanı verə bilər və qidanı kəsə bilər, enerjini kəsə bilər, istənilən evləri onlar üçün şəraiti göndərə bilər və əlindən ala bilər. Yəni bu formada bugün indiki bildiyimiz evin kiraları necə ki ev yəsinə vaxtında verməyəndə ev yəsi kiradan çıxartmasına və dəyişməsinə məcbur olur. Yad cisimlərində bu formada insanlar həmin yad cisimlərə dediyi məqsədini, fikrini yerinə yetirməyəndə və yaxud da hər bir insan verməlidirsə, yad planetə vermirsə, o insanın evin əgər dondurma, dayandırma, onun bütün Wi-Fi, interneti, bütün şəbəkə, çölə çıxarma, məlumat yayma bazasını dayandırma, dondurma, yəni ömür saatından başlaya bilər. Yad cisimlərin insanların həyatına soxularaq demək olar ki, insanların özündən asılı edə bilər və necə ki koronavirusu dünyanı əhatə etdi siyasi yolla bir sistemlə idarə olunurdu. Yəni bildiyiniz kimi fikrimi sizə çatdırmaq istəyirəm ki, yad cisimlərin o formada insanları idarə etmə gücünə sahib olar. Yəni bu iki dünyadır. Bir dünyada insanlarda, ikinci dünyada yad cisim. Yad cisimdə hər zaman bu birinci cisim dünyanı idarə etməsində, özünə tabi etməsində gücünə malik ola bilər. Yəni bu yad cisimlər istədiyi qidanı, enerjini, suları və yaşam tərzini və istədiyi onlara əlaltısı işləməsində birinci dünyanın insanları ikinci dünyanın yad cisimlərinə xidmət etməsinə səbəb olar. Əgər kimsə xidmət etmir ki, yəni Fironun formasında, Fironun qurduğu dünya, millət, öz sistemində qurulan bir proses formasında yad cisim bu insanları idarə etmə sisteminə sahib ola bilər. Yəni qorxulu bir dünyanın əsasən də insan həyatının seçilmiş və itirilmiş həyatı gəlməsinə səbəb olur. Əziz və dəyərli soydaşlarım, qısası çox dərinə getməyəcək. Məqsəd və fikir ondan ibarətdir. Bugünkü
İran-Amerika-İsrail savaşında əgər Amerika Birləşmiş Ştatları bu yad cisimlə bağlı, bu coğrafiyada ipək yolları, resursları və gələcəkdə böyük Amerikanın yaradılmasında və siyasət yürüdürsə, o zaman Amerika-İran savaşını dayandırarsa, uduzmuş yox, siyasətdə yanlış yönə yönəlməsinə səbəb olur və bu tərəfdən Çinin məqsədi ortaya çıxır. Yəni Amerika Birləşmiş Ştatlarının İranla əlaqəsinin və yaxud da Koreya ilə İranın əlaqəsi, Hindistanın əlaqəsi, Rusiyanın əlaqəsi bundan xəbər verir ki, Amerika Birləşmiş Ştatları ilə Çinin razılığı vardır. Yəni Çin Amerika Birləşmiş Ştatlarına məlumat göndərərək siz nə qayırsınız, nə etmək istəyirsiniz? Siz Türkistan coğrafiyasına yol açırsınız. Əgər siz Türkistan coğrafiyasına yol açsanız, o zaman və qızıldərilərin və zəncilərin haqları, ədalətləri, dövləti Amerikanın parçalanmasına gəlib çıxa bilər. Sən əgər Türkistanı Çinə qarşı, Hindistana, İrana, Rusiyaya qarşı yetişdirmək istəyirsən, yanlış fikirdəsən. Bu fikirdə əgər Çinin Amerika Birləşmiş Ştatlarla görüşündən sonra dəyişibsə, Amerika İranda barışığın, siyasi, Kərkəz körfəzi ilə bağlı öz məqsədini ortaya qoyursa, burada deməli böyük Çinin siyasətini və Amerika Birləşmiş Ştatlara beynini irəli sürməyinə, inkişaf etməyinə və siqnalizasiyanın ötürülməsində burada İngilislərin də böyük rolu var İranda. Yəni farsların İngilislərə, Amerikanlara, Almanlara, Ruslara, İsrailə və Hindistana sərf edir. Əgər farslılar onlara sərf etməsə, baxanda bu dünya gələcək üçün gördüyünüz kimi, yəni Türkistan coğrafiyası yaransa, qapılar açılsa, bunun qarşısını almaq mümkün deyil. Əfqanistandan gedib Uyğuristana və Çinə sədd yaradılmasına səbəb olacaq. Onun üçün burada Amerika Birləşmiş Ştatlarına ola bilsin Çin iqtisadiyyatda hansısa məsələlərdə güzəşt keçdi. Hansısa bir məsələlərdə maliyyələşdirməsində və lazım olan təvəddüdlərin İranla bağlı öz məqsədi İranın yükünü öz üzərinə götürər. Və Çinin əhalisinin yar faizi gəlib Çin, İranda böyük sənayilər, şirkətlərin qurulmasında və əsasən də İranın inkişafına doğru apara bilər və Şimali Koreya ilə Çinin İranda nüvə silahının yaratılmasında ani Fransanın tapşırığı əsasında yerinə yetirə bilər. Çünki İngilislərin qurduğu siyasət İranı nüvə silahı ilə təmsil etsələr, İran Ərəb liqasını işğal etmə gücünə sahib olacaq və onun üçün də türk dövlətləri üçün təhlükəli olacaq və Rusiyanın ərazilərinə də iddialı olacaq. Çünki İranın nüvə silahına sahib olmasında Çinlə Koreyanın Türkistan coğrafiyasının qarşısını almasında, Hindistanın da maliyyələşməsində, bu tarix boyu Hindistan İranın maliyyələşdirməsində bir nömrəli olub. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, əgər Amerika Birləşmiş Ştatları İrandan, savaşından geri çəkilsə, əmin olun ki, Çinin Amerika Birləşmiş Ştatlarına məqsəd və planlı şəkildə stolun üzərinə qoyduğu və fikirli xəritəni çəkməsində Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi ki, sən Türkistan yolunu açma. Türkistan yolunu açarsansa dünyanı fəlakət görürlər. Bu Çinin siyasətidir ki, İranın qarşısına qoy. Əgər İranda bu Hizbullahın ya və yaxud da Husilərin hər bir yerdə Suriyadan keçib silahlandırırsa, terrorizmə beynəlxalq İran terror təşkilatı sayılırdısa, necə ki Kobani beynəlxalq terror təşkilatı sayılırsa, Suriyada məcbur olaraq həmin tayfanı gətirərək İranın qapısını kəsərək silahlarını Filistin ərazisinə daxil olmasın qəzaya və Hizbullahın silahlanmasında, Sepahın orada silahlanmasında İranın əgər kəsildirsə, yolu kəsilirdisə, bugün amma İran bu şansdan istifadə edəcək. İran bu şansdan istifadə edərək özünə vaxt qazandıraraq gələcək tarixlərdə bəşəriyyətin üzərində ən böyük qorxulu və faciəli nüvə silahları yaradılsa və belə deyək, Amerika Birləşmiş Ştatları alladaraq, vaxt qazanaraq istənilən İsraildən tutmuş, istənilən türk dövlətlərinə kimi, Amerika Birləşmiş Ştatlarının özünə kimi, istənilən əraziyə, Pakistana kimi, müəyyən coğrafiyada Rusiyadan ta Yaponiya kimi işğal etmə gücündə nüvə silahlarının zərbə endirici, qorxulu, vahimə bu müharibədən nəticə götürdüyü üçün yarada bilər. Ona görə ki, İrana heç zaman yaşıl kart vermək düzgün deyil. Əgər Amerika Birləşmiş Ştatları razılaşarsa, burada İsrail razılaşmasın.
Əgər burada razılaşmaq olsa, demək olar ki, Çin dövlətinin yer üzündə təhlükə olmasına səbəb olacaqsınız. Hindistanın və Rusiyanın yeni silahlarının modelləşməsində, Rusiyanın yenidən güclənməsi, dünya ölkələrinin işğalına məruz qalmasına, yəni İran, Rusiya iki tərəfli qərb dövlətlərin parçalanmasına, əsasən Türkiyənin ərazisindən keçib qərb ölkələrini işğal etməsinə səbəb olacaq. Bunun üçün Amerika Birləşmiş Ştatları razılıq da versə ki, yəni Trump hakimiyyətdə 80 yaşına yaxın olduğu üçün Trump dəyişəcək, Trump hakimiyyətdən gedəcək. Buna 100% əminliklə mən deyirəm. Trump hakimiyyətdə çox qalmayacaq. Trumpın hakimiyyətdə qalmasında və öz gələcək tarixinə və siyasi ləkələr olmasın deyə bu siyasi Çinin oyununda və Çinin Amerika Birləşmiş Ştatlarının qarşısına qoyduğu məqsəddən sonra geri çəkilməsi, geri addım atmasında yer üzündə yeni təhlükə yaranmasına səbəb olur. Amerika Birləşmiş Ştatları bildiyiniz kimi yəni öz şikarını şikəst qoyar ki, bir ayağını kəsər, götürər, o şikarı topal gəzər. Amma İranda o qədər, yəni bir əlini kəsməyib, qoldan dibindən götürməyib, İranın barmaqlarını götürüb. Yəni bu Amerika Birləşmiş Ştatlarında tarix boyu apardığı ölkələrdə axsatma, geri atmaq, onları məhv etmə siyasəti yer kürəsindən silmək olmayıb. Sadəcə 1000 illik geri atmasına səbəb olub. Bugün İranda qol dibdən kəsilməyib, barmaqlar kəsilib. Amerika Birləşmiş Ştatları şikarı həmişə topal edərdi. İranı tam topal etməməsində bugünkü gündə əgər barışığa Çinin məqsədi varsa, siyasəti, Koreyanın siyasəti varsa, Amerika Birləşmiş Ştatları yanılacaq. Amma İsrail bu siyasətdən geri addım atmaz. İsrail, yəni Amerika Birləşmiş Ştatlarının qoyduğu məqsədin qarşısına ayrı bir məqsəd qoymalıdır. İsrail demək olar ki, İranın, yəni Çinin, Hindistanın siyasi baxımında, Rusiya baxımında. Çünki Rusiya da İsraili istəmir. Çünki Türk dilli dövlətlər tərkibində olduğu üçün və Azərbaycana böyük dəstəyin verdiyi üçün, Rusiyanı çox çətin hala saldığı üçün, yəni Rusiyanın Azərbaycan torpaqlarında gözü olduğu üçün bugün də İrəvanda sürdüyü siyasət nəticəsində bəllidir. Dəyərli soydaşlarım, dəyərli xalqım və millətim, yenə də deyirəm, Amerika Birləşmiş Ştatları İran siyasətindən geri çəkilməməlidir. Çinin siyasətini, məqsədini ortaya qoymamalıdır. Yəni burada görünür ki, yad cisimlərin də idarə etmə sistemi vardır. İsrail əgər burada İran siyasətindən və savaşından geri çəkilsə, gələcəkdə İsrail kimi bir dövlətin yer üzündən silinməsinə səbəb olacaq. İsrail bu razılaşmaya getməməlidir və İsrail ətrafında olan ərəb liqalarını paramparça etməlidir və onları bir yerə toplalanmalıdır. 26 ərəb dövləti bir dövlətdən tərkibinə yığmalıdır. Əgər bu səpələnmiş ərəblərin, bu Çinlilər kimi hər bir kolun daşın dibində bir ərəb çıxırsa, onları bir yerə topalayıb və ətrafını İsrail coğrafiyası ilə təmin etməlidir. İsrail coğrafiyası ilə təmin etməsə, bugün İsrail, yenə də deyirəm, İran, belə deyək, Sebahın razılaşması ilə Amerikanın Birləşmiş Ştatları bir araya gəlməsi, İran prezidentinin orada bir böyük rol oynamamadığını bütün dünya bəşəriyyət, kainat insanlar canlıları bəllidir və görür. Əgər İran prezidenti burada böyük rol oynasaydı, İran siyasətində əsasən də çoxdan bu məsələ bitmiş olardı və bu qədər də savaş olmazdı. Gördüyünüz kimi İran liderini aradan da götürməməsini, istənilən hərəkəti yerindən nail olaraq çatdırılmasında, hədəfləri düzgün vurmasında, İsrailin və Amerika Birləşmiş Ştatlarının İranda həmin siyasəti dərindən apardığı üçün bugünkü gündə bəlli olur ki, yəni İran siyasətinin yarımçıq qoymasında və İran bu ərəb liqasını işğal edərək İsrailə yaxınlaşmasına səbəb olacaq. Dəyərli soydaşlarım, dəyərli xalqım, burada İranın Türk dünyası içində böyük təhlükə coğrafiyası yaranacaq. Yəni, Türkiyə heç vaxt istəməz ki, İran parçalansın. Çünki İranın parçalanması Türkiyədə zərəri var. Rusiyanın da parçalaması Türkiyə zərəri var. Amma bu İranla Rusiya Türkiyəni işğal etmə siyasətini yürüdür. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, bilmirəm, fikrim tam sizə çatdı, çatmadı, bilmirəm, onu dəqiq deyənmərəm. Çünki uzun yol gəlmişəm, yorğun olaraq öz fikirlərimi, yəni qısa da olsa, uzun da olsa, tamamilə çalışıram ki, insanlara çatdırım ki, İsrail bu savaşı dayandırsa, İran yenidən gələcəkdə böyük fəlakətlər yaradacaq. Amerika Birləşmiş Ştatları İran prezidenti ilə razılaşmayıb, Sepahla razılaşıb.
İsrail Sepahı təmizləməlidir. Sepahın son əskərinə kimi məhv etməsə, İran dünya ölkələrinin qapısı yenə də hökm altında, rejim altında və Molla rejimində insanların gələcək müasir dövrdə dünya insanların əlaqəsi tamamilə vahiməli, yenə də daş tunc dövründə qalması kimi səbəb olacaq. Yəni insanların azadlığını əlindən alan İran Molla rejimi son qoyulmalıdır. Bugün son qoyulmada o demək deyil İranda nə hansısa dinlə bağlı. Yox, bugün İranda gedən proseslər uzun illərdir ki, 100 ildən artıqdır ki, bu proses İranın insanları rejim altında beynəlxalq terror təşkilatı olduğu üçün, istənilən ölkələrdə böyük savaş açdığı və terror yaratdığı üçün İranın qarşısı alınmalıdır. Əgər İranın qarşısı alınmasa, burada Çin böyük rol oynayacaq, Koreya böyük rol, Hindistan, Rusiya. Yəni, bugünkü gündə İsrail İranı məhv etməklə Çini, Koreyanı, Rusiyanı, Hindistanı məhv etmiş kimi olur. İsrail Hindistanla bərabər ola bilər, bir ola bilər. Hindistan da o nöqteyi nəzərdə İsrailin yanında durmasına səbəbi əsasən də fikir və məqsəd daşımasıdır. Yəni Hindistan böyük günləri fikir verir ki, görür ki, Pakistan, Türkiyə coğrafiyasının yanında durursa, Rusiya ilə Hindistanın yaxınlaşması bu Türk coğrafiyasının Pakistan məsələsindədir. Ermənilərin yanında durması da bu siyasət, yəni Hindistanın siyasətidir. İranın yanında durması Hindistanın siyasətidir. İsrailin də bu coğrafiyada Kürdistan yaradaraq siyasəti, Kürdləri qabağa verərək, yəni burada düşmənçilik siyasəti yapararaq, insanlardan böyük bir silah yaradaraq öz məqsədinə çatmaq üçün coğrafiyada ikiyə bölməsinə səbəb ola bilər. Onun üçün əsasən İran və İsrail-Amerika savaşında demək olar ki, bunun qarşısı dondurulma yox, barışıq yox, Sepah məhv edilməlidir. Əgər Sepah məhv edilməsə, yaxın qonşu ölkələr üçün də təhlükə mənbəyinə çevrilir. Və Rusiya-Ukrayna söhbəti bağlanandan sonra, yəni nüvə silahına getməmiş və insanların razılaşmasında, müəyyən şəraitdə, ərazilərdə güzəşt olmasında o deməkdir ki, Rusiya Altay ərazilərinin Yakutiya torpaqlarına, Pakistan və Çinə, əsasən Çinə verilməsində, burada demək olar ki, Yakutiyanı Amerikaya satması, Ukraynadan Amerika Birləşmiş Ştatları torpağı götürməsi və Rusiya təzədən yenidən Polşa, Litva əraziləri və 15 respublikanın ərazisinə təmas salaraq və öz siyasətini yürüdərək və yenidən müasir avadanlıq silahın yaradılmasında və yeni qanunların dəyişilməsində SSR tərkibində olan insanları vətəndaşlıq pasportunu gündəmə gətirməsində gətirəcək. Əgər gətirərsə ki, SSR-in pasportunu daşıyan vaxtında doğulan, onun tabiçiliyində olan insanlara vətəndaşlıq verilirsə, deməli, yeni bir Rusiyanın çirkin siyasəti, işğalçılıq siyasəti və vahiməli vəhşicəsinə güzəş eşitmədən düşəcək. Yəni, Rusiyada bilir Dərbənd, Dağıstan var. Ona görə Rusiya heç vaxtı istəməz ki, bugünkü gündə İrəvan da əldən çıxsın. Çünki İrəvan əldən çıxarsa, Türkün əskəri orada Rusiya ilə üz-üzə qalması, Borçalıda Türkün əskəri olması, Rusiya bundan barışa bilməz. Çünki uzun illərdir Rusiya, İran hər zaman Fransa, Türkiyəni işğal etmə siyasətini aparıb. Əziz və dəyərli xalqım, dəyərli soydaşlarım, çox da uzatmayacağım. Yəni, mənim məqsədim bundan ibarətdir ki, Amerika Birləşmiş Ştatları İran savaşında razılaşması, dayandırılması Çinin tapşırıqlarıdır. Çinin burada Türk coğrafiyasına qarşı çıxılmasıdır. İsrailin də isə burada əgər barışığa gedərsə, belə deyək, İsrailin planları pozulmuş olacaq. Yəni, İsrail bugün PKK-nın gücləndirməsində və yaxud da Rusların PKK-ya əl atması, İsrail özünləşdirməsində, İsrail də 4 şəbəkə və 6 qola və idarə etmə sistemində qarşı mübarizə aparmasında, əsasən də İsrailin türklərə qarşı siyasətini yürütməsində, bu yəni İsrailin türklərə qarşı siyasəti Türkiyədə din olmasaydı, həmin Ərəb-Fars xilafəti Türkiyədə İsrailə qarşı yönəlməsəydi, əmin olun ki, İsraillə Türkiyə istədiyinə nail olardı. Amma çox təəssüflər olsun ki, bugünkü gündə çox dərin mövzu, dərin siyasətdən kənara çıxmayaraq deyirəm ki, yenə də deyirəm ki, Amerika Birləşmiş Ştatları İran siyasətində savaşından geri çəkilməməlidir. Yəni Çinin, Koreyanın, burada Yaponiyanın rolu oynamasında, Rusiyanın rolu oynamasında, Çinlə Rusiyanın telefon əlaqəsi saxlanması, ya Hindistan əlaqəsi saxlanması. Ona görə ki, Çin də heç vaxt istəməz ki, Hindistan buna yaxın olsun və bunun hədəflərini vursun, iqtisadiyyatın irəli sürsün, Çin geri qalır. Yəni burada onun üçün iqtisadiyyatla Çin
Türkiyə ilə və əsasən Rusiya ilə, İranla o balansı qoruyub saxlaya bilir. O bilir ki, bugün Hindistanın qarşısında Çin məhv ola bilər. Uyğuristan məsələsində Türkiyə və burada böyük siyasət yürüdə bilər. Ona görə Çin gizlin siyasət Rusiya ilə, İranla, Fransa ilə bərabər Türk dünyasına qarşı yürütdüyü və İsrailin də o cümlədən o məqsədə görə donur və geri atılması və Livana raket zərbəsi endirməsi fikrin geri çəkilməsindən, yəni yayındırması və əlim çatmadığı yerə o bir qolumu çatdırmaq deməkdir. Əsasən də bu savaşın sonu, yenə də deyirəm ki, Amerika Birləşmiş Ştatlarında bu məqsədli İran siyasətində, yəni Çinin tapşırığı əsasında Farslara toxunma yenə, qapını açma yenə, Böyük Türkistan, burada coğrafiya və Pakistan, Türk məsələsində biz və Rusiya baskı altında qala bilərik. Ona görə ki, burada Çinin siyasətindən sonra Amerika geri çəkilməsindən xəbər verir. Yəni, bu siyasətdən İsrail geri çəkilməz. Əgər İsrail bu İran və Ərəb qitəsində savaşdan geri çəkərsə, yəni ərəblərlə və farslarla savaşı geri çəkərsə, İsrailin demək olar ki, İslam aləmində düşmən kimi tanıtdırması, gənc nəslə İsraili bir demək olar ki, insanları öz siyasəti, öz dövlətin adından istifadə etməsinin din altında İsrailə qarşı böyük həmlə və düşmənçilik siyasətini yürütməsinə səbəb oladı. Ona görə ki, İsrail gələcəkdə İslam adlanan ölkələrin adında, coğrafiyasında təhlükə və sonu gətirməsinə, bitməsinə səbəb ola bilər. Ona görə İsrail gücləndirilmək üçün ətrafı boşaltmalıdır və İranda Sepahı məhv etməlidir. Əgər Sepahı məhv etsə, İranda istədiyinizə nail ola biləcək. Bugün İranı idarə edən beynəlxalq terror təşkilatı Sepahdır. Yəni, bugün İran prezidentinin sözü keçmir. İran prezidentinin sözü keçsəydi, yəni bu boyda savaşlar, itkilər və yenə də deyirəm, insan tələbatına gedib çıxmazdı. Dağıntılara səbəb olmaz. Çünki İran prezidentinin sonunda çaşarsa həddini bildirədir. Hələ onun gənc və yeni prezident olduğu üçün və İsrail-Amerika Birləşmiş Ştatları ona böyük bir şans və yol açıbdır. Bu razılaşma ondan görülür ki, Sepahla Amerika Birləşmiş Ştatları. Yəni, bugün Suriyada olan terrorçuya, beynəlxalq terrorçunu, dövlət başçısı və terrorçu adını götürürsə, İranda da beynəlxalq terror təşkilatı olan, terror ölkəsi olan İranla ani fikrin geri çəkə bilər və dəyişə bilər. İranın qapıları açıq ola bilər, amma İran bu şansdan istifadə edərək ən qorxulu yeni müasir silahların Rusiya ilə əlbir olaraq, Çindən materiallarını alaraq, Çin dəstəyin verərək Şimali Koreya nüvə silahını yaratsa, daha da genişləndirsə, demək olar ki, həmin qonşu ərazilərə və çox ölkələrə təhlükə mənbəyinə çevriləcək. İran istənilən ərazi Səudi Ərəbistanla da savaşa girməyə yəni qəbul edəcək. Bunun üçün bu siyasətdən İsrail geri addım atmaz. İranda son savaşlara qədər aparmalıdır. İranı bitirməyincə geri çəkilsəniz, əgər İran siyasətində uduzmuş, necə, yəni yanılmış, gələcəkdə batmış bir ölkə kimi tanına bilərsiniz. İranın qorxulu silahları, yeni müasirlərin güc vurub o silahları yaradılmasında və sonra peşmançılığını çəkə bilərsiniz. Bugün iqtisadiyyatın geri atmışsınız. 100%-dən 70%-ə düşürdübsünüz. Yəni, bu orada 30%-ində hərəkət etsəniz, öz siyasətinizə nail ola bilərsiniz. O zaman burada qalır bölgədə Çin və Koreya, Hindistan. Bunu da hər an məhv etmə gücünə sahib ola biləcəksiniz. Çini də parçalaya biləcəksiniz, Hindistanı da, Şimali Koreyanı da və Yaponiyanı istənilən yolu aça biləcəksiniz. Əgər İran siyasətində İranın parçalanmasına nail olmasanız, yer kürəsində yeni bir təhlükə, dünya savaşı və qorxulu bir yeni savaşların ortaya çıxmaz. O savaşlarında təbii yolla, təbii fəlakətlərin və təbii zəlzələlərin olmasa, insan onların qarşısını heç kim ala bilməyəcək. Dəyərli soydaşlarım, dəyərli vətəndaşlarım, Tanrıya əmanət qalın.